Hamını salamlayıram. Çox sağ olun, Xəlil müəllim, bu tədbiri yaratmışsınız. Mənim adım Muraddır. Mən Şəfəq Reabilitasiya Mərkəzi rəhbəriyəm. Reabilitasiya artıq 5 ildir ki, uğurla fəaliyyət göstərir. Onun səbəbi də odur ki, bizə dövlət orqanları tərəfindən həm etibar olunur, həm də 5 ildir. Yəni, mən bu 5 il ərzində elə görməmişəm ki, bizim işimizin qabağını, işin qabağını kəssinlər, ya da nəsə, hansısa bir, başqa bir sanksiya tətbiq eləsinlər bizə qarşı. Ona görə bizim işimiz çox uğurludur. Həm də ki, biz özümüz, mən də, mənim iş yoldaşlarım da bu işdə çox inkişaf oldu. Reabilitasiyadan bir-iki kəlmə söz demək istəyirəm. Ümumiyyətlə, reabilitasiya proqramı 12 addım proqramın üzərində qurulub. Bu proqram Amerikada yaranır. Yəni, 1933-cü ildə Amerikada yaranan bir proqramdır və bu proqramın sayəsində bugünkü gündə dünyada milyonlarca insan, yəni ayıq sağalır. Və biz nə vaxt elə bir qərara gəldik ki, Azərbaycan misal üçün dövlətin öz statistikası var, narkomaniya bağlı, reabilitasiyaların öz statistikası var. Neçə nəfər adam reabilitasiyada sağlayır. Və bu 5 il ərzində təkcə bizim reabilitasiyada 500 nəfərdən çox narkoman olsun, alkoholik olsun, ya da iqraman olsun, bu proqramın sayəsində sağlayır. Mən nəyi vurgulamaq istəyirəm? Biz reabilitasiya neyib olsun üçün bugünkü gündə? Reabilitasiya bəzi illüziyaları dağıdır insanlarda ki, misal üçün, nəyişə yüngül narkotik deyil. İkinci, ki, qan yumaqla insan sağaldır. Növbəti etaplar mütləqdir. Onlardan da biri də reabilitasiya. İnsan, misal üçün, detoksdan çıxanda mütləqdir ki, gəlsin reabilitasiya mərkəzi. Ondan sonra reabilitasiyadan sonra sosial adaptasiya mütləqdir. Sosial adaptasiya nədir? Yəni, insan narkotik tərk edəndə reallıqla qarşılamaq çətin olur. İnsanın hamısı bir davranışı yoxdur ki, misal üçün, bu insanlarla bir ünsiyyətə girsin, bir iş qursun. Ona görə biz insanların çoxunu reabilitasiyadan sonra işlə də təmin Və bir reabilitasiya rəhbəri olaraq, yəni başqa reabilitasiya rəhbərlərinin adından nəyə vurulamaq istəyirəm? Bugünkü gündə bizim bəzi çətinliyimiz var. Biri, misal üçün, maddiyyətlə bağlı. Yəni, indi təzə narkotik çıxıb ölkədə, hansı ki, insanda gendir. Misal üçün, kişidə testosterondur, qadında ekstragendir. Amma bugünkü narkotik kişidə ekstrageni ifraz edir. Yəni, qadın qarmonları başlayır, kişidə ifraz edir. Yəni, o böyük bir problemdir və misal üçün, valideyn bizə zəng vurur, deyir ki, bəs mənim oğlum narkomandır, evi dağıdır. Hansısa sosial bir davranış aktivləşib oğlumda, amma pulum yoxdur. Bizdə də reabilitasiyada, misal üçün, maksimum 5 dənə, 6 dənə sosial yer var. Biz öz hesabımıza bu pasiyentləri sağalda bilirik. Yəni, ondan artıq alınır, çünki biz öz hesabımıza reabilitasiya işlədirik. Ona görə də xahişin biri də odur ki, bugünkü gündə reabilitasiyalarda lisenziya yaranır. Çünki biz bugünkü gündə lisenziyasız, hansısa media kanallarına müraciət edə bilmirik. Amma media kanalları çox bahadır. Biz gedib, misal üçün, bu xəbəri digər insanlara çatdırmaq üçün böyük bir pul istəyirlər. Hansı ki, bizdə yoxdur. Yəni, biz neft satırıq, biz sadəcə olaraq bir xidmət göstəririk, hansı ki, insanları narkotiklə və alkoholdan qaytarır. Yəni, belə deyim də, deadline çox azdır, mən hər şeyi deyə bilmirəm, amma sizin bu tədbirləri yaratmağınıza görə minnətdaram və sizin bu millətin qulluğunda hazır olun. Çox sağ olun, var olun.